Küləkli bir gündən hər kəsə salamlar. Burada toyuqlarıma axşam yemlərini verirəm və himizə doğru gedirəm. Görürsünüz burada məni necə gözləyirlər və necə qarşılayırlar. Və yemlərinə bu arpaları əlavə edirəm. Onlar da səsküylə yemlərə daraşırlar. Burada 3 yem qabı var. Hərəsinə müəyyən qədər, lazım olan qədər yem əlavə edirəm, arpa əlavə edirəm. Yemləməni bitirdikdən sonra artıq yumurtaları götürməyə çalışıram. Burada 3 ədəd yumurtamız var bu folluqda. Digər bir folluqdan isə buradan da 3 ədəd yumurta götürüb o biri folluğa keçirəm. Bu folluğumuzun yeri biraz indi göstərəcəm sizə. Biraz çətin yerdir, əl biraz çətin girir, amma toyuqlarımız gedib orada yumurta qoyurlar. Bu folluqdan da yumurtaları götürdükdən sonra keçirik digər hilimizdəki folluğa. Orada da bizi çoxlu yumurta gözləyir. Bəli, görmüş olduğunuz kimi artıq 6-7 yumurta var idi. Saya bilmədim. İndi keçirik buradan digər folluğa. Orada da qumun üzərində toyuqlarım 3 ədəd yumurta qoymuşdular. Bu da həmin o yumurtalar. Bu yumurtaları da götürürük və bu günlük yumurta toplama prosesi başa çatır. Sizcə nə qədər yumurta topladım? Rəy bölməsində qeyd etməyi unutmayın dostlar. Toyuq yetişdirmə ilə bağlı kanalımda çoxlu videolar var. Keçid edib onlara da baxa bilərsiniz. Abunə olmağı unutmayın və videonu da bəyənin. Təşəkkürlər hər birinizə.